gündən bir arzularım vəfadarım. 3 gündən bir, 5 gündən bir arzularım vəfadarım. 3 gündən bir, 5 gündən bir gəl 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 mənim yarım. Səndədir səndədir hər ixtiyarım. Vermərəm vermərəm mən səni əldən. Mən necə əl çəkim eyni görsənlər. Qurbanam yarına yadına, kim yetişə fəryadıma. Qurbanam yarına yadına, kim yetişə fəryadıma. Məni salarmı yadına, 3 gündən bir, 5 gündən bir məni salarmı yadına, 3 gündən bir, 5 gündən bir gəl 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 mənim yarım. Səndədir səndədir hər ixtiyarım. Vermərəm vermərəm mən səni əldən. Mən necə əl çəkim eyni görsəndən. Mən necə əl çəkim eyni görsəndən. Ağladım hicri yar ilə gözüm dincəlmədi. Ağladım hicri yar ilə gözüm dincəlmədi. Sanki daşdandır onun qəlbi, heç zaman kövrəlmədi. Aman aman oxladım müjgan oxuylan, ay canım mənə. Oxladım müjgan oxuyla dən bu sinəmi. Değdi oxları həm qayıtdı, sinəmi heç dəlmədi. Gəl 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 mənim yarım. Səndədir səndədir hər ixtiyarım. Vermərəm vermərəm mən səni əldən. Mən necə əl çəkim eyni görsəndən. Mən necə əl çəkim eyni görsəndən. Mən necə əl çəkim eyni
Əskərzadə də öz ifasını təqdim etdi. Əlbəttə ki, söz dəyərli sənətkarlarımızındır. Vamiq müəllim, sizdən başlayaq, buyurun. Çox sərbəst oxudun, çox xoşuma gəldi mən. Rüstəm Elnur ansamblı çox sağ olun. Gözəl müşayiət edirsiniz. Təşəkkür ederim sizə. Buna görə mən çox sərbəst oxudum. Buna görə mən sənə 9 balla qiymətlə. Təşəkkür edirik, Vamiq müəllim, çox sağ olun. Mənsum müəllim, buyurun. 9 balla qiymətlə təşəkkür edirik. Səkinə xanım İsmailova 9 balla qiymətləndirir. Mələk xanım Əyyubova 9 xanımla qiymətləndirir və Nəzakət xanım 9 bal. Sərdar müəllim 9 bal və İlqar müəllim də son olaraq 9 balla qiymətləndirir əskər sizin çıxışınızı. Bütün münsiflər heyəti 9 bal verdiyi üçün ümumilikdə sizin balınız, bəli, 63 baldır, ekranlarda görürük və bu yüksək bal münasibəti ilə sizi də təbrik edirik. Sizi bir qədər sonra gözləmə otağına yola salır və digər oradakı iştirakçını əlbəttə ki, biz bir qədər sonra səhnədə görəcəyik.